Və məsələn, bir şey var. Məsələn, deyir ki, səhv eləmirəmsə, ya Süleyman Ruheylidir, ya İbrahim Ruheyli. Allah Rəsulunu söyəni üzüllü görür də, əgər orada şərhə girir də, o deyir ki, əgər bu insan, əgər məsələn, bilməzsə, dediyi kəlmə nədir? Bəzi müasirlərdən deyən var da, bu qardaşlar da deyir ki, yox, bunu demək mümkün. Gətirirlər dəlil Şeyx Fovzanın fətvasını. Bu ayə də gətirir. Onlardan sorursunuz, biz yalnız otururuz. Ümumiyyətlə, bir dənə bu məsələ. Bu, Şeyx Fovzanın fətvasını misal gətirmək, kim o alimlərin dərslərini dinləyibsə, onlar bilirlər. O alimlər suallara necə cavab verirlər. O fətvalardan necə istifadə etmək olar. Fətvadan rahat istifadə edə bilərsən. Nə üçün? Sən gəl Şeyx Fovzana dinən ki, Şeyx, bizdə bir qrup var. Deyir ki, Allah Subhanahu taalanı söyən kafir deyil. Şeyx Fovzan nə deməlidir? Heç bunu Şeyx Fovzana yox. Gəl, özünü İslama nisbət edən cahil birinə ver, dinən ki, sənin ağlın yerindədir. Necə Allah söyən kafir deyil? Başa düşdün? Amma sən sualı belə verməsən. Sualı belə versən ki, tutaq ki, Şeyx, Allah Subhanahu taaləni söyən kafirdir. O, bunda icmal yiyib. Bunda ixtilaf yoxdur. Fəqət bəzi alimlər deyib ki, həmçinin Rasulü söyən, fərqi yoxdur. Dini söyən, Quranın fərqi yoxdur. Bu kafirdir bu insan. Yəni, dili Allaha söyəni, qəlbi Allaha iman edə bilməz. Bu əməli küfürdür insan dindən çıxaran. Amma sən sualı belə versən ki, Şeyx, tutaq ki, alimlərdən bəziləri, məsələn, Abdurrazzaq Afifi, hansı ki, kibar uləmadan idi, böyük alimlərdən idi, Ləcnətü Daimən üzvü idi və Şeyx İbn Bəzin zamanında onun muavini idi, belə deyək. Həmçinin Şeyx Əlbəni və qeyriləri deyiblər ki, bir insan ola bilər, burada iki hal var, ola bilər bir söz desin, hər hansı bir söz deyir. Və bu söz əslində, o sözü şəriətin tərəssi ilə ölsək, şəriət tərəssi ilə ölsək, o söz əslində nədir? Şəriətə görə Allah və Rasuluna təhqirdir. Amma onun öz fəhmində, onun öz örfündə bunun təhqir olduğunu bilmir. Məsələn, biri, adi bir misal, deyir ki, nə pis zamanda yaşayırıq. Biz şəriət, yəni bu sözü biz şəriətin tərəssi ilə ölçsək, bilirik ki, bu təvhidə müxalifdir. Zamanı söymək caiz deyil. Amma bu insan, hətta nəinki bu, hətta ibadətdə olan bəzi qardaşlar bu sözü işlədirlər. Ancaq bu sözün zamanı söymək anlamında olduğunu bilmirlər. O qədər öyrəşiblər, nə pis zamandır, nə pis zamanda yaşayırıq. Bunu adət nə deyir, yoxsa yox? Adət nə deyir? Düzdürmü? Ancaq o onu adət nə desə də, o sözü biz şəriət tərəssi ilə ölçəndə zamanı söymək sayılır-sayılmır. Bu da belədir. Ola bilər bir insan bir söz deyir, şəriət tərəssi ilə ölçsək onu, bu əslində Rasulullaha təhqirdir. Ancaq bunu bəlkə də adət nə deyir və bilmir bu Rasulullaha təhqir deyə yox. Bəlkə də ona desən ki, bu təhqirdir, deyər əstəğfirullah. Söhbət bu adamdan gedir. Bunun bu cür cahilliylə deməsi, alimlər deyiblər ki, bu halda təkfir edilmir. Və ya məsələn, bir insan şiddətli qəzəb halında dilindən elə bir söz çıxır, hansı ki o söz, yəni şəriəti söymək hökmündədir. Bir misal deyim. Tutaq ki, ata oğluna deyir ki, evdə bir işimiz var, gəl onu görək. Oğul deyir ki, yox, mən gedirəm işə namazına, cəmaat namazına. Qardaşlar mənə gözləyir. Ata deyir ki, işim əlimdə qalıb, gedmə, kömək elə mənə, sabah gedərsən. Və bu namaza da mane deyil. O üçün hər bir şərait də yaradıb və razıdır ki, övladı ibadət etsin. Və oğul da başlayır təkəbbürlü və inad və əsəbləşdi. Birdən ata əsəbindən qəzəblənir, deyir ki, sənin namazın belə-belə olsun. Fikir ver, ha. Sənin namazın demir, onun namazı. Sənin namazın demir. Yəni, bu əslində namazı söyür, yoxsa oğlunu? Desin ki, başı o deyilsin. Əslində bu namazı söyür oğlunu. Əslində oğlunu söyür. Çünki onun qəsdi namaz deyil. Çünki sənin namazının eşi yoxdur.
O deyəndə ki, sənin əslində burada səbəbkar oğludur. Və bu əslində bunun qəsdi namazı sövmək deyil. Nədir? Oğlunu sövmək. Amma yenə də dəxli yoxdur. Bu söz şəriət tərəzi ilə ölçsək bunu, şəriəti söyüş deyil. Söyüşdür. Bu halda insan təkfir edilir ya, yox. Alimlər bunu deyiblər ki, bu halda təkfir edilmir. Şiddətli qəzəb halında. Hansı ki, o nə etdiyini bilməyib. Və dəlil gətiriblər nəyi? O kəs ki, dəvəsi itir səhrada, bütün azuqəsi də dəvəsinin belində. Və sonra yatır, daha ölümünü gözləyir. Birdən gözünü açır, görür ki, dəvəsi yanında. Və sevinir, sevincindən deyir ki, sən mənim, Allah subhanət hələ deyir ki, sən mənim qulum, mən sənin Rəbbinəm. Bu küfürdür. Ancaq küfür olsa da bunu nədən demişdi? Sevincinin şiddətindən xəta eləmişdi. O təkfir edilir? Edilmir. Həmçinin bunun əksi, şiddətli qəzəb halında insan elə bir söz deyə bilər ki, dediyinin fərqinə varmaz. Bundan söhbət edir. Yoxsa sələf alimlərindən heç kəs deməyib ki, və əlhəmdülə əhl-i bunda icma eləyib ki, Allah və Rasulunun dinini söyən kafirdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.